Balezər qadan al, hicaba keçməlisən. Hicab gedən şərtdir də İranlılar üçün bağla, yaxud İranlılar üçün çolpan lazım deyil. Qabaqda paylaşım eləmişsən, özünə etkiləmişsən. Eşit Balezər, sən yetkinlik yaşına çatdın artıq. Həddi bulsa bağlaşdırırdım, səhv edirdim. O mollalar öyrənmişdi. Eşit. Həyat bir gündür, o da bu gündür, Balezər. Bəlkə sabahları qiyamət qopdu. Bəlkə hələ nə, bəlkə sabah özü ölür, bəlkə nə, oxudun. Nə yazmışsın? Laliyə bunu çıxartmışsın. Nə idi? Mən, sən, mən və sən. Gözəl, gözəl. İbadət etdikcə xoşbəxtsən və xoşbəxt olacaqsan. İnşallah, amin yazmışsın. Nə yazmışsan? Xoşbəxt olacaqsan, qızım. Xoşbəxtlik nədədir? Xoşbəxtlik Allahın sözlərinə uymaqda. Hicaba keçməlidir. Sonra, Balezər, elə bir şeydir ki, bu dünya oyun oyuncaq deyil, ha. Oyun oyuncaq deyil. Oyun oyuncaq yerinə qoyma. Ciddi məsələdir. Ya cənnət, ya cəhənnəmə düşmək. Bir də nə deyəcəkdim, yadımdan çıxdı, Balezər. Saxla, indi deyəcəm. Balezər, şeytan adamı burada alıb aparır. Bu adam yanında niyə verildi? Qəşəng epizod. Yəni, mənasındakı, yəni çox istəyir mənasında ki, əslində olmaz ki, nədir danış, şeytan, baba olmaz, baba belə, demək, şeytan adamı, Quranda ayən demək üçün, şeytan adamı həyasızlığa sövqələyir. Bilmirdin, günah deyildi. Şeytan adamı bir çox həyasızlıqlara sövqələyir. İndi o qarnı açıq qızlar falan, burada ümid qızı var, Azərbaycanın müzəlidir, çıxdı, qarnı açıq, daş da qoyulur. Şeytan adamı həyasızlığa sövqələyir, söndür, olmaz elə şey, baxma. Heç kəsin gizli yönlərini araşdırmayın, sonra mənim nəyimi olacım da olmaz. Davay, tez, olmaz elə şey, təcrübə efirə qoymaq, davay. Mənə qoy deyim də, deyil. Məsəl üçün, bütün günahlar şeytanın törətmək istədiyi, törətdiyidir. Məsəl üçün, biz şeytanlara uyuruq, cin şeytanlara. Onlar da bizi insan şeytan vəziyyətimizdə formatlandırır demək olmaz. Çünki özümüz günahkarıq, Allah bizə kitab göndərir. Hadi vələ, hadi Quranı aç, ən böyük günah deyil. Allah'ı sevirəm deyil, mən məni yaradan, niyə sevmirəm deyilsən, niyə sevirsən, sevmirsən, niyə eləməlisən, bunu sevirəm. Sevirsənsə, sevmək nədir səncə, onu da demişsin. Sevmək, sevdiyinə qulaq vermək, yəni qulaq asmaq. Söv, müşəndir. Şeytan adamı danışanmıyorsun, söndür. Danışanmıyorsun, söndür. Yaş ürəyində dedin, eşitirəm və itaət edirəm, bildiyi söndür.